Salam əzizlər, xoş gördüksülər yenidən mənim kanalımda. Mən sizin coğrafiya müəlliminiz Tural müəllim. Bugün sizlərə 15 fevral 2026-cı il tarixində keçirilmiş OTK və MGM-in birgə təşkilatçılığı ilə hazırlanmış sualların, belə deyək də, ikinci qrup üzrə coğrafiya suallarının izahını verəcəm. Birinci sualımızda nə deyir burada bizə? Deyir ki, Cənubi Avropa, Şimali Amerika ilə Venn diaqramı üzərindən uyğunluğu tapacağıq. Aralıq dəniz iqlim tipi hər ikisində var. Ona görə A-nı buraya yazarıq. Yarımada adalar Cənubi Avropada çoxdur. Səhra yarımsarı Şimali Afrikada çoxdur. İnkişaf səviyyəsi daha yüksək olan ölkələrdirsə, bu da Cənubi Avropadadır. Yer kürəsində mütləq maksimum temperatur bu Tripoli'dədir, Şimali Afrikaya düşəcək. Bu məntiqlə 1-ə B-D, 2-yə C-Y. Hansı variantdadır? D variantındadır. Bu sualda D variantı. 32-yə baxaq. Deyir ki, hansı hava kütləsi məntəqələrə daha az yağıntı verər? Enən hava. Enən hava hardadır? 4 və 5-dədir. Bu məntiqlə cavabımız nə olmalıdır? D variantı. Çünki az yağıntı vermə ehtimalı olduğu məntəqələr istəyir. O da yenen havadır. Növbəti sualımıza baxaq. 33-də deyir ki, düzgün ardıcıllığın verildiyi sıranı müəyyən eləyin. Karpat cavandı 3-cü mərhələ düzdür. Ural qədim 2-ci mərhələ yox, 4-cü mərhələ olmalı idi. Ant cavan 4-cü yox, 3 olmalı idi. Qafqaz cavan 3 düzdür. Himalay qədim deyil, səhvdir. Alp cavan 3-cü mərhələdə düzdür. Deməli, bizdən nə istəyir? Düzgün istəyir. Düzgünlərimiz nədir? 1, 4 və 6. 1, 4, 6 olan variant isə nədir? C variantıdır. 34-cü suala baxaq. 34-cü sualda nə istəyir bizdən? Verilmiş iqlim diaqramına uyğun olan xüsusiyyətləri istəyir. İlk öncə baxağın temperaturu ən yaxşı halda 20-dən aşağıdır, amma temperatur mənfi 10-a düşür. Bu çox güman ki, mülayim kontinentaldır. Mülayim kontinental, yəni Şərqi Avropanın iqlimidir. Cənub yarımkürəsi üçün olmaz, çünki iqlim diaqramında iyul ayları, iyul, avqust ayları daha isti aylardır. Bu isə cənubu yox, şimala xarakterik xüsusiyyətidir. İkini götürərik. Şəkər qamışı isti yerlərdədir. Burada soyuq da olmaz. Bu şəkər çuğunduru olar amma, hə, 4 olar. İlin soyuq dövründə yox, elə biz baxanda görürük ki, ilin isti dövründə düşür. 5 də olmaz, amma yayı mülayim, qışı soyuqdur fikri daha doğru olar. Bu məntiqlə 2, 4, 6 doğru cavab olacaq. D variantı. 35-ə baxırıq. Amerika qitəsinin sahillərini yuyan o soyuq okean cəryanları. Baxın ha, həm cəryanlar Amerika qitəsinin sahillərini yumalıdır, həm də soyuq olmalıdır. Kənar Amerika qitəsində deyil, Kaliforniya hə, amma soyuqdur hə. Peru Amerika qitəsindədir, soyuqdur hə. Somali Amerikanı görmür. Falkland görür, soyuqdur. Muson görmür. Doğru cavab nə olacaq? 2, 3, 4. 2, 3, 4 hansı variantdadır? D variantındadır. Baxaq burada 36-ya. Ağyataq, çıraq, paraqaça, zəylik yataqlarının müvafiq ardıcıllıqla o aid olduqları faydalı qazıntılar. Zəylik nədir? Alünit. Sonda alünit olmalıdır. Bunlar görürsünüz, hamısı çıxır. Cavabımız nədir? Y variantıdır. Yəni ağyataq civədir, çıraq dənizdə olan neft yatağıdır, paraqaça, diaqçay, molibden yataqlarıdır, zəylik də alünit yatağıdır. 37-yə baxaq. Havanın nisbi rütubətliyinin artmasına səbəb ola biləcək amildir. Havanın nisbi rütubətliyi havanın temperaturu aşağı düşəndə artır. Qalxan hərəkət artıra bilər. Yuxarı qalxdıqca soyuyub azala bilər temperatur. Enən hərəkət artırmaz, azaldar. Günəşin düşmə ucunun artması istiliyin artması deməkdir. İstilik artırsa, temperatur artırsa, nisbi rütubət artmaz, azalar. Siklon daxil olanda olar. Çünki siklonda da qalxan havadır mərkəzdən. Havanın temperaturunun azalması 100% cavabdır, amma süxurların yaşının buna təsiri yoxdur. Bu məntiqlə cavabımız 1, 4, 5 olmalıdır. Hansı variantdır? A variantı. 38-ə baxaq. Başqafqaz Salavat aşırımı düzdür. Hə, burada bizə nə istəyir? Uyğunluq. Talışda Zuvad var. Murovdağda nə olur? Ömər aşırımı. Ən məşhur aşırımlardan biri Ömər aşırımıdır. Zot Şərqi Göyçədədir. Ağsu Ləngəvizdədir. Biçənək, belə deyək də, Zəngə, deməli, Zəngəzura düşür 2346 metr. Burada başqa nə sualımız qaldı? Hə, keçək. Deməli 38 izah edirik. 39-cu suala nə deyir? Su hövzələrinin müvafiq ardıcıllığı. Bir Biskaydır. Botniki çıxarıq, aralığı çıxarıq. Biskay, Biskay, Biskay qaldı. 2 Tirendir. Aralıq dənizi deyil. Onsuz da bunu çıxmışdı. 3 İran körfəzidir. 4 Mərmərə. Cavab nədir? B variantıdır. Burada Adriatik dənizi pozur, burada da Baltik dənizi pozur 2. 2 burada İtaliyanın bax bu hissəsi Tiren dənizidir. 40-a baxırıq. Atmosfer təzyiqi A-da bu nədir? Çökəkdir, düzdürmü? A-nı burada verib, B-ni burada verib.
Aha, bir dənə aralıq var. A-dan B-yə. Düzdürmü? A-nı tutaq ki, buradan verib. B-ni də burada olsun. Yox. 1, 2, 3. 1, 2, 3. B burada olsun. B-ni burada silək. Hə, deyir ki, A-da 715-dir. Bu biraz məntiqsiz gəlir axı. Aşağıdadırsa nətər təzyiq az olmalıdır. Hı? Baxaq. İstənilən halda sıxımdakı kəsmə yüksəkliyi tapmağı istəyir bizdən. Birinci nə edəcəyik? Təzyiq fərqlərini tapacaq. 760-dan 715-ə çıxacaq. Qalacaq neçə? 45. 45 atmosfer təzyiqini çevirəcəyik metrə. 45-i metrə çevirəndə vuracaq 10-a. Eləyəcək 450. Deməli, bunlar iki məntəq arasında olan hündürlük fərqi 450 metrdir. Həmin o 450 metr 1 aralıq, 2 aralıq, 3 aralığa, yəni 3 dənə kəsmə yüksəkliyə uyğun gəlir. Ona görə də qaytarıb o 450-ni də böləcək 3-ə. Eləyəcək neçə? 150 metr. Deməli, bu sualda verilənlərə əsasən hesablasaq, kəsmə yüksəkliyimiz 150 metr olacaq. Amma mən bu sualla razılaşmıram. Çünki burada bir şəkildə belə deyək də, bir şəkildə burada nə olmalıdır? 760 aşağıda olmalıdır. A çünki aşağıdadır, B yuxarıdadır. Amma istənilən halda sualın cavabı bu verilənlərə əsasən B bəndi çıxmalıdır. 21-ə baxır, daha doğrusu 41-ə baxırıq. Deyir 2,5 ton dəniz suyundan alınan duzun miqdarı 95 kiloqramdır. Neyini tənasüb qururuq? 2500 litrə qoyuruq nə? 95 min qramı. Düzdür. Neynəyəcəyik? 1 litr üçün tapacağıq. 95 mini böləcəyik 2,5. Daha doğrusu 2500. 95 mini böləyin nəyə? 2500-ə. Tam aydın olması üçün belə deyək də, tonu litrə çevirdik. Kiloqramı da qrama çevirdik. Hə. Burada sıfırların ikisi gedir. Qalır 950 bölünsün neçə? 25-ə. 3 dəfə var. 75. Düzdürmü? Elə edirdi 75. Qalır burada 20. 20 də 8 dəfə düşür də buna. Deməli, bu hesabla cavabımız nə olmalıdır? 38 promilli B variantı. Baxırıq 42-yə. Nədir? Tektonik zonlara uyğun gələnləri müəyyən edir. Birinci tektonik zonamız nədir? Böyük Qafqaz qalxması. İkinci tektonik zonamız nədir? Kür çökməsi. 3 isə nədir? Kiçik Qafqaz qalxması. Sürüşməyə, parçalanmağa daha çox məruz qalan Böyük Qafqaz qalxmasıdır. Ən qədim süxurlara rast gəlinirsə Kiçik Qafqaz qalxmasındadır. Çökmədirsə Kür çökəkliyidir. Filiz faydalı qazıntılarla zəngindirsə Kiçik Qafqaz qalxmasıdır. Filizçay Kastaqdırsa Böyük Qafqaz qalxmasıdır. 1-ə AY olar, 2-yə nə olar? 2-yə C olar, 3-ə də B, D. Hansı variantdır? D variantı. Növbəti sual 43-cü sualdır. Sahilləri 3 okeanın dənizləri ilə yuyulan materiklər. Afrika 2-dir. Cənubi Amerikada 2-dir. Sonra Antarktida artıq 1 olacaq, gözləyək. Avrasiya 4-dür. Avstraliyada orada 2-dir. Hə, bu sual əslində köhnə, belə deyək, dərslərə əsasən hesablanıb, hazırlanıb. Burada cavab C variantı çıxacaq. Çünki Avrasiya 4-dür. Antarktida 3-dür. Burada biraz mübahisə də yarana bilər. Avrasiyanın 4 varsa 3 100% var. Şimali Amerika 100% üstdür. Antarktida isə indi hal-hazırda 60 dərəcəlik belə deyək də. Hə, orada Antarktidanın ən pis halda yenə də 3 götürmək olur. Çünki Antarktidanın yarımadası biraz yuxarıya çıxır və orada 66.5-dən belə deyək yuxarıda olduğuna görə həm Atlantik okeanını, həm də belə deyək Sakit okeanı görür. İstənilən halda, yəni Cənub okeanını nəzərə alsaq da, almasaq da Antarktida 3-dür. Deməli, bu sualda doğru cavabımız nədir? C variantıdır. Deməli, davam edirik burada 44-cü sualla. Azərbaycanda külək eroziyasının ən çox yayıldığı ərazi və həmin ərazinin yerli küləkləri. Azərbaycanda külək eroziyası 3 yerdədir. Ceyrançol Acınohurda, Qobustan Abşeronda və Naxçıvanda. Daha çox bunlardan indi bizə verilən nə ola bilər? Daha doğrusu verilən cavablar əsasında belə deyək də, sualı belə qoyulmalıdır ki, Azərbaycanda külək eroziyasının ən çox yayıldığı ərazilərdən biri və həmin ərazinin yerli küləkləri. Belə deyək, burada daha çox doğru cavab kimi A bəndə uyğun gəlir. Y bəndə uyğun gələ bilər, amma burada yadınızda qalsın ki, Gilavar Abşerona aid idi. Ona görə bu Gilavar doğru variant kimi Y variantını çıxarır.
Baxaq 45-ci suala. 45-ci sualda deyir ki, ekvator üzərində aralarında vaxt fərqi 24 dəqiqə olan iki məntəqə. Ekvator üzərində olduğunu unutmayaq. 24 dəqiqəni çevirək nəyə? Bölək 4-ə. Eləyər neçə dərəcə? 6 dərəcə. Yəni, bir dərəcəmiz 4 dəqiqə olduğuna görə 6 dərəcəmizdə 24 dəqiqə vaxt fərqi yaradır. Ekvator üzərində olduğuna görə 6 dərəcəni vurarıq 111-ə, eləyər 666 kilometr. İndi həmin o 666 kilometri böləcəyik neçə? 33.3-ə. Bu da edir 20, düzdürmü? 20 isə arxasına 5 dənə də 0 yazarıq. Olar belə bir şey. 2 milyon. Burada 200 mindir olmaz. Cavab nədir? C variantı. 46. Orta duzluluğu daha yüksək olan su hövzələri. Deməli, bizə daha tropikdə yerləşənlər lazımdır. Qviniyanı çıxarıq. Karibi və yaxud buradan Baltiki də çıxarsan. Buradan Şimal dənizini də çıxarıq. Buradan Xəzər dənizini çıxarıq. Buradan Ağ dənizi çıxarıq. Cavab əslində elə Y bəndi qalar. Yəni verilənlər arasında daha uyğun gələn Y variantıdır. Bu onsuz da bunlar ikisi 100% düz gəlir. Karib də nisbətən isti yerdə deyə duzluluğu verilənlərə uyğun gələ bilər. Amma digərlərində məsələn pozulur 100% cavablar. 47-yə baxırıq. Seysmik cəhətdən daha fəal olan düzəlişlər, yəni geosinkronalda yerləşənləri istəyir. Böyük Çin platformadır. Amazon platformadır, Qərbi Sibir platformadır. Bax, bunların hamısı isə geosignaldır. 3, 4, 6 bizim nəyimizdir? Doğru cavabımızdır. 48-ci suala baxaq. Buxarlanma qabiliyyəti ilə buxarlanma arasında kəskin fərqin olduğu əraziləri istəyir bizdən. Deməli, biz ərazi olaraq quraq ərazini götürməliyik. Müvafiq olaraq 1 uyğun gəlir, 7 uyğun gəlir, 2 uyğun gəlir. Digərlər isə, bura qusarmaylı düzənliyidir, buralar yüksək dağlıdır, olmaz. 1, 2, 7 isə hansı variantdadır? C variantındadır. Çünki Lənkəran da olmaz. 49-a baxırıq. 20 Selsidə 1 kub metr havanın nisbi rütubətliyi 30%-dir. Okey. Deməli 20 Selsidir. 100%-i neçə qramdır? 17 qramdır. Bəs 30%-i neçə olar? X. Hesablayıb taparıq ki, bu hal-hazırda bu 1 kub metr havada 5,1 qram su buxarı var. Yəni bu tənasüb əldə etsək bunu alarıq. Havanın nisbi rütubətliyi 2,5 dəfə artdıqdan sonra havanın mütləq rütubətini müəyyən edin. İndi havanın nisbi rütubəti belə deyək də 30 idi. 2,5 dəfə artanda 75 olur da, düzdürmü? 30-u 2,5-ə vuranda 2-yə vuranda 30, yarısı da 15, 75%. Deməli 17 qram 100%-dirsə, neçə qram 75% olar? Hesablayıb tapırıq. O da edir təxminən 12,75 qram. Yəni 17-ni vuracaq 75-ə, böləcəyik 100-ə. Yaxud 17-nin 4də 3 hissəsini tapacağıq. 4də 3 hissəsi də təxminən neçə edir? 12,75 qram. A variantı. 50-yə baxırıq. Musson küləklərinin təsir göstərdi. Musson küləkləri Amerikanın bax bu hissəsində var. Cənubi Asiyada var, Cənub-Şərqi Asiyada var və Şərqi Asiyada var. Bu məntiqlə cavabımız nə olmalıdır? 1, 4, 7. Cənub yarımkürəsində ümumiyyətlə musson yoxdur. Burada qərb küləkləri var. Burada olsun Passat. 51-ə baxırıq. Vulkanik süxurlar harda yayılıb? Kiçik Qafqazda yayılıb. Naxçıvanda var, biraz da Talışda var. Bu sualda cavabımız Y variantı olmalıdır. 52. Qarabağ vulkanik yaylasının ən hündür zirvəsi Dəli dağdır. 3616. Bazardüzü orada deyil. Camışdağ orada deyil. Kömürköy ümumiyyətlə orada deyil. Qapıçıq orada deyil. Burada zaten olsa veriləndə bir dənə Dəli dağ oradadır. Orada ən hündürü elə Dəli dağ özüdür. Sıx olduğunu istəyirsə, deməli çay və göl şəbəkəsinin sıx olduğu rütubətlənmə əmsalı üçün deməli sürət böyükdür, məxrəcdən olmalıdır. Yəni verilənlərdən hansıların sürəti məxrəcdən böyükdürsə, yağıntısı böyükdürsə olmalı. Məsələn görürsünüz 200 bölünsün 1100 olmaz. Məsələn 500 bölünsün 600 olmaz. 300 bölünsün 500 olmaz, amma 600 bölünsün 400 olar. Bu sualda cavabımız 2, 4 və 5-dir. 54-ə baxırıq. Arid denudasiyanın daha çox xarakterik olduğu bayaqlar əslində külək eroziyasında demişdim. Qobustan olar, Ceyrançöl olar, Naxçıvan olar. Yəni, düzənliklərdə denudasiya olmaz deyə Muğan düzü, Lənkəran düzü, Samur dəvəsi olmaz. Bizə həm quraq, həm də meyilli ərazi lazımdır ki, arid denudasiya geçsin. Səthinin albedosu daha yüksək olan adalar deməli bizə necə lazımdır? Buzlaq. Buzlaqla örtülü adalar lazımdır. Buzlaqla örtülü adalar haradadır?
Şimal Buzlu Okeanında. Elsimiri götürərik, hə. Spitsbergeni götürərik, hə. Baffin torpağını götürərik, hə. Amma bunlarda o qədər də buzlaq yoxdur. 1, 3, 5. 1, 3, 5 bu sualın doğru cavabıdır. 57-yə baxaq. Dağın ətəyi ilə zirvəsi arasında 15 Selsi temperatur fərqi varsa nisbi rütubətliyi tap, yox, nisbi hündürlüyü tapın. 1000 metrə temperatur 6 Selsi dəyişirsə, neçə metrə 15 Selsi dəyişər? Neyniyəcək? 15-i vuracağıq 1000-ə, qaytarıb böləcəyik 6-ya. O da eləyəcək 2500 metr. Deməli, bu sualın doğru cavabı, əgər kodlaşdırmışsınızsa, 2500 idi. Baxaq 57-yə. Okean, Atlantik, Hind, Şimal Buzu. Karib dənizi, Karib dənizi. Atlantikin kənar dənizidir. Andaman Hindin dənizidir. Qırmızı da Hindin dənizidir. Aralıq Atlantikin dənizidir. Beaufort Şimal Buzlu Okeanın dənizidir. Bu sualda ardıcıllıq belə olmalıdır. Situasiyaya baxaq. Dünyanın ən soyuq materik ətrafında dövrə vuran A okeanı, okean cəryanı eyni adlı daimi küləklərin təsirilə yaranır. Söhbət ən soyuq materikdən gedirsə, bu Antarktidadır. Antarktida. Düzdürmü? A okean cəryanı eyni adlı daimi küləklərsə, deməli dövrə vursa qərb küləkləri cəryanıdır, soyuq cəryanı. Hə, okeanlar arasında su mübadiləsinin yaranmasında böyük rol oynayır. Okey. Okean cəryanının adı nə olacaq? Qərb küləkləri. Bu cəryanın adı olacaq qərb küləkləri. Həmin cəryanın temperatur şəraitinə görə növünü. Temperatur soyuq cəryanıdır da bu. Bu sualda cavab belə olmalı. Sözü gedən A okean cəryanı hansı materiklərin cənub hissəsinə təsir göstərir? Deməli, həm Afrikaya, həm Cənubi Amerika, həm Afrika, həm də Avstraliya. Cənubi Amerikanın həm cənub-qərbinə, həm cənub-şərqinə, Afrikanın cənub-qərbinə, Avstraliyanın cənub-qərbinə. Amma Cənubi Amerikanın həm cənub-qərbinə Peru, həm də cənub-şərqinə Folklend cəryanı ondan ayrılıb təsir edir. Bu sualda cavab bunlar üç olmalıdır. 60. Sözü gedən A okean cəryanı hansı okeanlar arasında su mübadiləsi yaradır? Deməli, sakitdən keçir Atlantikə, sakitdən keçir Atlantik, Atlantikdən keçir, daha doğrusu Hində. Hinddən də təzədən keçir hara? Sakitə. Yəni bu sualda doğru cavabımız Sakit Atlantik Hind. Biraz da indi Cənub okeanı da yaza bilərsiniz. İndi bilmirəm, meyarda Cənub okeanını verəcəklər, verməyəcəklər. Yəni 4 dənə cavab yazsanız daha yaxşı olardı. Çünki artıq biz bunu bir şəkildə öyrənməliyik. Beləliklə növbəti belə de sınaq nizamını sizlər üçün vermiş oldum. İnşallah növbəti sınaq nizamlarında görüşmək ümidlə sağollaşıram. Sağ olun, özünüzə yaxşı baxın.